Əl-Əraf Səd surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əlif, ləm, mim, sad. Bu, insanları qorxutmaq və möminlərə öyüd nəsiyyət vermək üçün sənə nazil edilən kitabdır. Ona görə qəlbin heç narahat olmasın. Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd nəsiyyət dinləyirsiniz. Biz neçə kəndləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya